Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim məşq toplanışında olan Azərbaycan milli komandasının məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Komandada atmosfer çox gözəldir. Hər şeydən çox razıyam. Qərbi Almaniya yığmasında Fox'un rəhbərliyi altında olmuşam. O zaman Fox köməkçi məşqçi idi. Komanda çox həvəslə çalışır. Avropa çempionatının seçim mərhələsinə gəlincə çox çətin qrupa düşmüşük. Amma biz sonadək mübarizə aparacağıq. Çalışıb final mərhələsinə vəsiqə qazanacaq. Səlahət ağaya zədəlidir. Onun başında ağrılar var. Aqil Məmmədovun bacısının həyat yoldaşı vəfat edib. Andrey Popoviçin isə zədəsi var. Ona görə də bu qapçıları özümüzlə Dubaya gətirməmək qərarına gəldik. Mən baş məşqçimiz Bert Fox'un rəhbərliyi altında yığmada oynamışam. Futbolçu kimi. Amma bugünkü gün mənim ilk belə deyək, təlim məşqçi kimi yığmanın ilk təlim məşq toplanışına səfərim idi. Mən deyim ki, həm belə deyək, məşqçilər kollektivi, yəni baş məşqçimiz, həm futbolçular belə də yaxşı qarşıladılar. Yəni özləri də bilər ki, mən məşqçi kimi təzəyəm, amma özüm belə deyək də yeni sima deyiləm yığmada.